Bir daha xoş gördük dəyərli Media Türk TV izləyiciləri. Gündəm masada verilişinin bugün olan növbəti buraxılışı ilə sizin qarşınızdayıq. Studiyada Heydər İsmayıldır. Bugünkü verilişimizi tam fərqli edirik çünki İranın Naxçıvana edilən hücumu mövcud proseslərlə bağlı gedişatı daha ətraflı dəyərləndirməyə və buna yönəlik xəbərləri təqdim edərək eyni zamanda təcrübəli siyasətçilərin dünyanın müxtəlif ölkələrindən istər Türkiyədən canlı bağlantılar, istər Azərbaycana olan fikirlər və eyni zamanda beynəlxalq platformalar səviyyəsində gələn açıqlamalar, reaksiyalar, bunların hamısını həm belə deyək, mətnlər formasında, həm də görüntüləri təqdim edərək dəyərli tanınmış siyasətçilərlə bu barədə fikirləri, məlumat formada baş verənləri, dünyanın harada yaşamasından asılı olmayaraq dünya Azərbaycanlıları və Türk dünyası bu həqiqətlərin fərqində olsun ki, İran dünən Türkiyəni, bugünsə Azərbaycan hədəf aldı. Bu məkirli planların, xain niyyətlərin arxasında nə kimi addımlar durur, gedişata necə baxmalıyıq və bu istiqamətdə həmən son dəqiqə məlumatları, xəbərləri, həm də təhlilləri sizin diqqətinizə çatdıracaq. Prezident İlham Əliyev ilə Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan arasında da danışıq olub, Naxçıvandakı prosesləri və gedişatı müzakirə ediblər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də məlumatları paylaşıb. Qeyd olunur ki, liderlər Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən hücumları müzakirə ediblər. Ərdoğan pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilən hücumun qınadığını bildirib. Prezident İlham Əliyev və qardaş Azərbaycan xalqına başsağlığı və keçmiş olsun diləklərini də çatdırıb. Telefon danışığında regional təhlükəsizlik məsələləri və iki ölkə arasında strateji müttəfiqlik münasibətlərinin əhəmiyyəti də bir daha vurğulanıb. Həmçinin ardınca da Azərbaycan Xaricilər Naziri ilə İranlı həmkarı arasında telefon danışığı baş tutub. 5 mart 2026-cı il tarixində İran İslam Respublikasının Xaricilər Naziri Seyid Abbas Araqçı ilə Azərbaycan Respublikasının Xaricilər Naziri Ceyhun Bayramov arasında da telefon danışığı baş tutub. Bu barədə Xaricilər Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, telefon danışığı zamanı Nazir Ceyhun Bayramov İran Respublikası tərəfindən Azərbaycana qarşı Naxçıvan Muxtar Respublikası ərazisində edilmiş dron hücumlarını qətiyyətlə pisləyib. Bu hücumlarla bağlı qəti etirazını bildirib. Azərbaycan ərazisində bu cür hücumların beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu regionda gərginliyin artmasına xidmət etdiyi də bir daha vurğulanıb. İranlı nazir Naxçıvan Muxtar Respublikası ərazisində dron hücumları ilə bağlı narahatlığını ifadə edib. İran tərəfinin və hərbiçilərin bu hadisə ilə bağlı araşdırmalara başladıqlarını bildirib. İranlı nazir yaralanan mülki şəxslərə şəfa diləyib. İran tərəfindən hücumla bağlı üzr istənilməsi, araşdırmaların nəticələrinə dair qısa müddət ərzində izahat verilməsi, bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri tədbirlərin görülməsi gözəlliyi də Azərbaycan tərəfinin bir daha ünvanladığı mesajda və konkret olaraq reaksiyada Ceyhun Bayramov tərəfindən İranlı həmkarına çatdırılıb. Bir daha yeni qoşulan tamaşaçılarımızın diqqətinə önəmli məlumatı çatdırmaq istəyirəm. Naxçıvana yönələn İran dronu sıradan çıxarılıb. Bu barədə də rəsmi məlumatlar var və gün ərzində yayımladığımız bütün proqramlarda qeyd edirik ki, tamaşaçılarımız, insanlarımız ancaq rəsmi mənbələrdən, rəsmi informasiyalara əsasən xəbərlərə baxsınlar və bu istiqamətdə cərəyan edən hadisələr ancaq rəsmi mənbələrdən dinləsinlər. İran İslam Respublikası Silahlı Qüvvələrinin baş qərargahının İranın bütün ölkələrin, xüsusən də müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşdığını bəyan etməsi və bu xüsusda İran tərəfindən Azərbaycana qarşı pilotsuz uçuş aparatları ilə bugün törədilmiş hücumları təkzib etməsi heç bir halda məqbul sayıla bilməz. Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən də məlumat verilib. Texniki vasitələrlə təsbit edilib ki, İran İslam Respublikası Silahlı Qüvvələri tərəfindən 4 ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktları törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan ordusu tərəfindən sıradan çıxarılıb. Digərləri isə mülki infrastrukturu, o cümlədən dərs saatlarında orta məktəb binasını hədəfə alıb. Qeyd olunanlardan nəzərə alaraq İran İslam Respublikasının Silahlı Qüvvələrindən aşkar inkarçılığa son qoymağı, baş vermiş hadisəyə görə üzrxahlıq ifadə etməyi və İranın aidiyyatı qurumları tərəfindən günahkarların cəzalandırılmasını gözləyirik. Bəli, rəsmi qurumlardan açıqlamalar, çağırışlar, çıxışlar yayımlanmaqda davam edir. Biz isə canlı yayımız əsnasında eyni zamanda təcrübəli, tanınmış şəxslərlə, siyasətçilərlə baş verən hadisələrə ekspert və mütəxəssis rəylərini də sizin diqqətinizə çatdıraq. İranla sərhəddə yük avtomobillərinin hərəkəti tam dayandırıldı. Bu barədə də rəsmi açıqlama səsləndirilib və xəbəri də sizin diqqətinizə hal-hazırda çatdıracağıq. Görək
nə kimi addımlar olacaq və sərhədlərdə baş verənlərə əlaqədar olaraq yük avtomobillərinin hərəkəti dayandırılırsa, ardınca nələrin şahidi ola bilərik? Nazirlər Kabineti Azərbaycan-İran dövlət sərhədindən yük avtomobillərinin hərəkətinin dayandırılması ilə bağlı qəbul edilən qərara dair məlumat yayıb. Məlumat verildiyi kimi martın 5-də Azərbaycanın Naxçıvan Muxtar Respublikasına İran ərazisindən mülki infrastruktur hədəf alınmaqla pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirilib. Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanı, məktəb və digər istiqamətlər İran tərəfindən atəşə məruz qalıb. Hücumlar nəticəsində bir neçə mülki şəxs xəsarət alıb. Hava limanının terminal binasına ziyan dəyib. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu hücumlar nəticəsində yaranmış mövcud vəziyyət nəzərə alınaraq Azərbaycan-İran dövlət sərhədində bütün sərhəd keçid məntəqələrindən yük avtomobillərinin hərəkətinin, o cümlədən tranzit məqsədi ilə yük avtomobillərinin hərəkətinin müvəqqəti olaraq tam dayandırılması barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Türkiyədən İranın Naxçıvana PUA hücumuna da reaksiyalar gəlməkdə davam edir. Azərbaycanın yanındayıq. Türkiyə Xaricilər Nazirliyi İranın Naxçıvana PUA hücumlarını qətiyyətlə pisləyib. Nazirliyin bəyanatında Naxçıvana bugün edilən hücumların qəbul edilməz olduğu da vurğulanıb. Bildirilib ki, regiondakı 3-cü ölkələri hədəf alan və müharibənin yayılma riskini artıran hücumlar dərhal dayandırılmalıdır. Bəyanatda həmçinin Türkiyənin Azərbaycana dəstəyinin davam edəcəyi də qeyd olunub. Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanında olmağa davam edəcək deyə Türkiyə Xaricilər Nazirliyi tərəfindən də bu barədə açıqlama gəlib. Naxçıvana hücumdan sonra beynəlxalq müdaxilə olacaqmı? Yeni vəziyyət nələrdən xəbər verir? İranın Körfəz ölkələri, Kipr Respublikası və Türkiyədən sonra Azərbaycanın Naxçıvan bölgəsini də hücumlar üçün hədəf seçməsi rezonans doğurmaqdadır. Analitiklərin fikrincə İran qonşularına zərbələr endirməsi ölkəni riskli vəziyyətə sala bilər. Yəni İranın bu addımlarından söhbət gedir. Rejim bu addımları ilə beynəlxalq müdaxilə üçün faktiki olaraq hazır vəziyyətə gətirilir. Hücumların miqyasının genişlənməsi fonunda İrana beynəlxalq hücum ola bilərmi? Bu barədə danışan Yaxın Şərq üzrə ekspert Vüqar Sifəroğlu deyib ki, Tehranın son günlər daha intensiv şəkildə vurulması müharibənin yeni mərhələyə keçdiyini göstərən mühüm hərbi strateji siqnaldır. ABŞ və İsrail tərəfindən həyata keçirilən hava və raket zərbələrinin əsas məqsədi yalnız taktiki hərbi obyektləri məhv etmək deyil, eyni zamanda İranın idarə etmə və qərar vermə sisteminə ciddi zərbə vurmaq xarakteri daşıyır. Paytaxt Tehran ölkənin siyasi rəhbərliyinin, hərbi komandanlığının və təhlükəsizlik strukturlarının mərkəzi olduğu üçün burada yerləşən obyektlərin hədəfə alınması İranın müdafiə sisteminin koordinasiyasını zəiflətməyə hesablanmış strategiyanın tərkib hissəsidir. Bu zərbələr əsasən hərbi qərargahlar, raket proqramı ilə bağlı obyektlər, pilotsuz uçuş aparatları, idarə etmə mərkəzləri və təhlükəsizlik qurumlarının infrastrukturu üzərində də davam etdirilməkdədir. Bəli, dəyərli izləyicilərimiz, hal-hazırda növbəti qonağımız da canlı yayımımızda bizimlə birlikdədir. İsveçdə yaşayan Güneyli siyasətçi, Güney Azərbaycan Demokratik Türk Birliyi Başqanı Əjdər bəy Tağzadə bizimlə birlikdədir. Salamlayırıq Əjdər bəy. Naxçıvana edilən hücum, İranın addımı, çox da keçmişə varmadan konkret bugünkü hadisəni sizdən şərhini eşitmək istəyəcəm. İran Türkiyəni dünən, bugün də Azərbaycan hədəfə alaraq nə etməyə çalışır və bu addımların arxasında hansı xain maraqlar, məramlar, niyyətlər yata bilər və İranın konkret olaraq bu səviyyədə genişləndirilmiş fəaliyyətlərinə Türkiyə, Azərbaycan olaraq necə baxmalıyıq? Türk dünyası olaraq mövcud reaksiyalarımızı, indiki məqama, keçəklərə baxışımızı necə təmin etməliyik? Sadəcə bu barədə ilk olaraq fikirlərinizi öyrənmək istərdim. Hüseyin Bey, hoş gördük. Bilirsiniz ki, Tehran rejimi demək olar ki, bu günləri boğulan bir adama oxşayır ki, hər tərəfə əl atır. Ancaq bunun boğulmasının qarşısını almaq olmayacaq. Boğulur bu hər tərəfi, demək ki, murdarlayır. Və bunlar da demək bir zamanlar bizim gəldilər sahillərimizə, uçaqları ilə gəldilər. Bir zamanlar sərhəd boyu qoşun gətirdilər, hədələdilər. Bir zamanlar səfirligimizə hücum aparıb konsulumuzu öldürdülər.
Və yəni bunlar demək ki, o etika, beynəlxalq hüquq nədir, qonşuluq nədir, ondan sonra bunlarla düzgün keçinməyin demək ki, o çərçivəsi nədir, bunları bilmirlər. Yəni bunlar bəllidir. Yəni bunlara deyəndə ki, terrorizmin mərkəzidirlər. Bunlar demək ki, bir avuc işğalçı, şovinist malla sifətlər. İran adlanan yerdə bugün dövlət yoxdur. Bugün dövlət yoxdur. İnqilab keşikçiləri də bugün istəyirlər orada özlərini belə göstərirlər ki, bunların əlində bir şey var. Amma əməldə görsənir ki, bunların əlində bir şey yox. Və bunlar çalışırlar ki, göstərərlər ki, hələ dövlət var. Xeyr, hərə bir yerdə gizlənib, bir-birinə də inanmırlar. Bir tapa bilmirlər, heç bir-birini telefon danışıqları da apara bilmirlər. Qarşı tərəflər istər Amerika olsun, istər ki, İsrail olsun, yaxşı işləyiblər bunların içində. Bunların dişlərinin içinə kimin o dəmidəsgahı yerləşdiriblər. Hamısını da bilirlər. Odur ki, bunlar bilirlər ki, hələ bu birinci həftədir. Yəni, demək, Trump'ın dediyinə görə, hələ bu 5 həftə ən azı, bəlkə də 5 həftədən çox, o deyir, mən demirəm, çox təkəcək. Netanyahu da deyir ki, bəlkə bu uzun çəti, hətta deyirlər ki, Trump'dan soruşanda ki, quru qoşunlarını da göndərəcəksən, deyir, bu da ola bilər. Amma bu günləri, belə ki, bu demək ki, Amerika mediasında belə haykü düşüb ki, ay Kürdlər silahlanıb göndərilirlər İran adlanan yerə tərəf və yəni demək ki, Batı Azərbaycana doğru göndərilirlər. Bəllidir, siyasət bəllidir. Bunlardan sonra kimlər gələcək? Delta gələcək, Amerikanın başqa qrupları gələcək. Məsələ buradadır ki, bu günləri bu İran deyənlər hələ indi belə düşünürlər ki, elə bilirdilər ki, Amerika gələcək, İsrail gələcək. Elə bu İran adlanan yeri qoyacaq bir dənə demək ki, qutunun içinə tort kimi verəcək, bunlara təhvil al-on gələn, elə deyil. İndi bunlar hər yanı vururlar. Yəni, heç sada da rəhm eləməyəcəklər, şumləyirlər. Hər gün, hər saat, hər yanda bunların iyisin, cinsin alırlar, vururlar və demək tapacaqlar, deşiklərdən də çıxardacaqlar. Və bunu da özləri də bilirlər. Ona görə də Azərbaycana qarşı, Türkiyə Cumhuriyyəti dövlətinə qarşı füzə fırlatma bu demək ki, ədəbsizliyin zirvəsidir, məsuliyyətsizliyin zirvəsidir. Və bu tərəfdən də Kürdləri silahlandırıb Azərbaycanın güneyinə, Batı Azərbaycana, Urumiyaya doğru fırlatmaq, demək ki, bunu ağır nəticələri gətirib çıxardacaq. Biz nə demişdik? Bunun sonu gətirib iç savaşa çıxardacaq. İç savaşda da biz uçurmayacaq. Bizim dövlətlərimiz var. Bizim dövlətimiz var və bir də millətimiz. Bugün demək ki, Urumiyanın sokaqlarının, küçələrinə bax, millət ayaqdadır. Və bəziləri də ki, Amerikada otursun, fərq eləməz, hər yanda İsraildə. Yəni, sizlər durursunuz, Kürdləri göndərir, orada Kürdlərlə keçir, elə şey yoxdur. Sən Azərbaycanda millətdən soruşubsan bir, referendum keçirdibsən mi? O nə mənli şahçıqazdır, nədir? O da adlarını ortaya, mən də şah edib. Kimə şah gəlirsən? Sən Azərbaycanda kimdən soruşubsan? 4 dənə latdan, lütdən atırsan ortaya. Ya başqa terörist qruplar. Bu terörist qrup gedir, obrisiz deyirlər. Növbədə oturublar. Ki, bəllidir, bunlar kimdirlər, hardan gəlirlər Azərbaycanda, demək ki, millətə qənim kəsirlər. Və bu tərəfdən də Azərbaycana qarşı. Yəni, bu sözləri fırladırsınız. Bəlkə bu cocuqların məktəbinə düşürdük. Özünüz bir yandan haykü qaldırırsınız ki, ay İsrail məktəbləri vurur Amerika. Özünüz də bir yandan güzel fırladırsınız demək ki, məktəbin yanına düşür və məktəbin üstünə düşsəydi, onda bilirsiniz nə olardı? Azərbaycan dövləti sizdən çəkinmir, sizdən qorxmur, bunu biləsiniz. Bu günlərdə Azərbaycan prezidenti açıq söylədi. Yəni bu işin məsələ, bunun dalı demək ki, artısı deyil, açıq söylədi. Azərbaycanın güneyində yaşayan 50 milyon, 40 milyonluq Azərbaycan dövlətindən umur. Azərbaycan dövlətinə dayaqdır, Azərbaycan dövləti dayaqdır bu 40 milyona. Yeri gələndə də bu dövlət də, Türkiyə Cumhuriyyəti dövləti də icabını yerinə yetirəcək. İcabını yerinə yetirəcək. Bu günləri hələ qoy bu tam bu otorite sınısı, paslarlar qaçır. Azərbaycan yolu bağlıdır, Türkiyə yolu bağlıdır, sınırlar bağlıdır. Qaçırlar Əfqanistana, bəsicilər, paslarlar, qaçırlar növbiyyət qruplar Əfqanistan sınırlarında. Ona görə də qaçamak düşür. Heç kəs inanmır da bir-birinə. Niyə ki, hamısını qıracaqlar. Ondan sonra aynən sabaha bunların dövləti olacaq. Nəm gətirirlər o Xameneyin özündən cinayətkar oğlunu. Hatta seçilir. Kim seçilir? Orada demək ki, o vəhidi ya filan kəs çıxır ki, aynən İnqilab Qvardiyası bu qərarı verir, siz də qəbul edin. Keçib o dönəm keçibdir. Bunlar təkcə canlarının hayındadırlar. Ona görə də həm bizim ölkə Azərbaycanda, həm Türkiyə Cumhuriyyətində bunlardan ayıq olmaq lazımdır. Həm görərsən ki, bir dəfəlik Azərbaycanı və ya Türkiyəni bir yerə çəkmək istəyirlər ki, ondan sonra deyil, bunlar da elədir. Amma Ərəb dünyasına, İslam dünyasına göstərdilər ki, bunlar kimdir? Bunlar İslam deyə-deyə
İslam deyə və qonşu ölkələr deyə yox, hamı ilə keçinəcəyik, qonşu ölkələrlə keçinəcəyik belə yalan deyil. Bunlar yalan deyil. Bunların 1000 dənə hiləsi var. Özəlliklə Azərbaycanla və Türkiyə Cumhuriyyəti ilə Xomeyni 60-62-ci ildə gedəndə Türkiyəki aparılıyor da, orada söyləyirdi, dedi ki, mən bu demək ki, Mustafa Kemala həmişə nifrət eləmişəm, ancaq mənə pis baxmırlar. Yəni bu günləri hər şey göz qabağındadır, bunlar da bilməlidirlər. Bəli. Əjdər bəy, bir məqam var, onunla bağlı sizin fikirlərinizi öyrənmək istəyirəm. Bugünkü hadisələrə, olaylara, yaşanan proseslərə Güney Azərbaycandan ediləcək və gələcək reaksiyalarda, gözləntilər də çox mühüm əhəmiyyət daşıyır. Hətta bəzi medialardan açıqlamalar da oldu ki, İranın silahlı qüvvələrində xidmət edən Güneyli soydaşlarımız artıq oradan ümumiyyətlə silahlı qüvvələrin tərkibindəki fəaliyyətlərini sonlandırırlar, bitirirlər. Bəzi qüvvələr olacaq ki, rejimin hansısa strukturlarında, bir çox şöbələrində, bölmələrində siyasi cəhətdən fəaliyyət göstərənlər, hərbi görünümlü sahələrdə çalışanlar, onlar rejimin bütün bu baskılarından artıq həm beziblər, eyni zamanda da Azərbaycana qarşı birbaşa onların əsas, belə deyək, qürur mənbəyi olan Azərbaycan dövlətinə bu cür hücum edilməsi İranın daxilində yaşayan soydaşlarımızı da, Güneyliləri də İranın həm o baskılarından qurtulmaq, həm də onlara bir etiraz əlaməti olaraq müəyyən dairələrdən istefalara və ya ümumiyyətlə oradakı fəaliyyətlərini dondurmağa, tamamən o sahələrdən uzaqlaşmağa da gətirib çıxara bilər. Hətta sərhəddə bəzi istiqamətlərdə hərbçilər var ki, silahı yerə qoyurlar, bölgələrdə artıq fəaliyyət göstərmək istəmirlər. Bu kimi davranışlarla da etirazlar görünməkdədir. Sizcə bunun ardı davamı necə gəlməlidir? Təbrizdə aksiyalar, etirazlar mı keçiriləcək? İnsanlar, yəni hansısa zamanda Sepah'a qulluq edənlər, Sepah düşərgələrində yer alanlar və ya fərqli siyasi düşərgələrdə təmsil olunanlar hamısı xalqla eyni bir araya gələrək buna etiraz edəcəkmi? Yəni reaksiyalar necə ola bilər sizin? Gözləntilərinizi bu istiqamətdə eşitmək istərdik. Heydər bəy, demək ki, otorite tam sınmaq ərəfəsindədir. Sovetlərdə də belə idi. Başqa ölkələrdə də diktatora, despot bir sistem sınanacaq. O xov ki, o qorxu ki, demək ki, bir ay keçməyib. Bir ay bundan öncə 2 gündə 40.000 adam öldürüb bunlar. Bunu mən demirəm, elə Trump da deyir, dünya da deyir, öz içlərindən də 40.000 adam deyir, axı necə öldürə bildiniz 40.000 adamı 2 gün içində? Yeri göy güllüyə bağlayırlar, uşağa, böyücə və bunun çoğunluğunu da Türklər, Azərbaycanlılar təşkil edir. Amma Azərbaycanlıların qoymurlar heç yana bir səsi çıxar. Bunların əməlləridir. Ona görə də bu günləri bir zərrədə qalır ki, bu otorite sınacaq. Bunlar yerinə yeksan olacaqlar. Əlbəttə o siz dediniz o hansı rejimin strukturlarında fəaliyyət göstərirlər. Bunlar İraqdan dərs almalıdırlar. Yəni, əgər nə qədər tez qayıtdılar öz millətlərinin içinə, başqa xalqlarda da belədir. Azərbaycanda öz millətlərindən qayıtdılar, əlləri təmizdirsə, qan tökməyiblərsə, cinayətkar deyillərsə, öz millətlərindən qayıtmalıdırlar, millətin içində hamı. O arada Təbrizdə oturub biri də yığılır ora, məndən pis sürmüşlər. Başlayırlar, ha İran adlanan yerin bütövlüyü. Sən kimsən? Sənə bu missiyanı ki verir. Sən Azərbaycanın bütövlüyünü deməlisən. Azərbaycanın bütövlüyünü söyləməlisən. 100 ildə bu Tehran rejimlərindən nə görübsənsə, Tehran dövlətçiliyindən, Fars dövlətindən, bunun irtizasının hansı xeyri gördün sən? 8 il Səddam savaşına qalxdı. Ondan sonra başqa yerlərə soxdular. Ona görə də buradan demək ki, bu az günlər içində, həftələr içində bunlar hələ inanmırdılar. Amma indi görürlər ki, heç kəsə orada rəhm olunmayacaq, rejim dağılıbdır. Kimsə də inanmırsa, amma görəcək. Demək ki, bunun bəlkə gecə tezi var, amma bitdisi yoxdur. Rejim dağılıbdır. Hamı da qorxudadır. Ondan sonra da bunlar deyirlər, ay Hürmüz boğazını bağlayarıq. Sən Hürmüz boğazını bağlayarsan pulun gəlməz. Neftin getməz, pul gəlməz. O da xarçıdakı sənin boğazındır. Oradan vururlar. Xarçı da vururlar. Hansı ərəb ölkəsinə nə yollayıb, nə alacaqsan? Onlar da ki, vurdun, abrun getdi. Ona görə də səfalət bir tərəfdən. Biri də Asiyalavazı gəlirlər. O şəhərlərdə onların dini inancılarını, şiə inancılarını kullanıb haykü salır, ağam, vay ağam Hüseyin. O bədbaxt cəmaatı baxanda da görürsən, səfalət üz gözündən döyür. Onlar deyil. Hələ millətin Azərbaycan bu 30 ildə 100 minlərcə çıxıb meydana. 100 minlərcə çıxıb meydanda Azərbaycanda milli hərəkat. Bugün zindanlar doludur Azərbaycanlılarla. Hər Azərbaycanın başında millət deyən, azadlıq, istiqlal, bağımsızlıq deyən Azərbaycanın başının üstündə neçə dənə demək ki, itilası qoyubsuz. Bəli. Bugün sizin Güney Azərbaycanlılarla yəqin ki, əlaqələriniz var, təmaslarınız davam etdirilir. Onların bizdən, Azərbaycandan, Türkiyədən gözləntisi nədir? Eyni zamanda belə bir məqamda siz Güney Azərbaycanlının tanınmış nümayəndələrindən, simalarından biri olaraq Naxçıvana hücum var, Türkiyəyə hücum var, Azərbaycana hücum var, Türk dünyasına hücum var.
Güney Azərbaycanlıların oradakı fəaliyyətləri konkret olacaq, atacaq addımlar nələrdən ibarət olmalıdır? Həm onların addımları nələrdən ibarət olacaq, həm də bizlərdən gözləntisi nədir? Bu istiqaməti, ümumi əhval-ruhiyyə ilə bağlı sizin fikirlərinizi eşitmək istərdik. Azərbaycan prezidenti dedi ki, bu dövlət Azərbaycan Cumhuriyyəti dövləti güneydəki Azərbaycan türklərinə dayaqdır. Eynidir. Yəni Güneydə Azərbaycan dövlətinə dayaqdır. Türkiyə dövlətinə. Canım qurban Türkiyə deyil. Canım Azərbaycan bayrağı dalğalandırır. İllər boyudur. Və hər zaman da Azərbaycandan gözləyir. Demir ki, Azərbaycan casus göndərsin, o ordu göndərsin. Heç vaxt belə olmayıb. Amma əgər sən silahlı Kürdləri göndərəcəksən, Urumiyyət amahına düşəcəksən, onda demək ki, Türkiyədə, Azərbaycanda bəlkə vaxtından erkən ordu da göndərər yeri gələndə. Azərbaycanın kimdən qorxusu var? Gəlib mənim millətimi minlərcə, yüz minlərcə qıracaqsan. Kürdlər bunu göstəriblər keçən dəfə. Bu İran adlanan yerə inqilabdan sonra gəldilər, qırdılar. Millət əli alıb bunların qarşısını aldılar. Amma bunu bilir. Ona görə də sən gələcəksən, demə, mənim millətimi qıracaqsan, Azərbaycanı işğal edəcəksən. Ondan sonra Türkiyə Cumhuriyyəti dövləti, Azərbaycan dövləti əllərin qoyub əlinin üstə oturacaq. Heç belə olmayacaq. Gör, Türkiyədə bizim millət buna izin verərmi? Türkiyəyə qalxacaq. Azərbaycan bilirsə, Azərbaycan, Təbriz deyən Azərbaycan, Güney deyən Azərbaycan oturub baxacaq. Belə şey yoxdur. Bizim demək ki, xoş günləri görəcək vaxtımız var, gələcəyimiz var, xoş günlər olacaq. Bir də bütün bu İran adlanan yerdə əsarət alınmış, işğal alınmış o bölgələr ki var, başqa millətlər ki var, biz onlar kimin deyirik? Biz güclüyük, biz Türk'üz və dövlətlərimiz də var. Dövlətlərimiz də güclüdür. Amma dövlətlərimiz çalışırlar ki, bunlarla bir türlü keçinsinlər. Sən hara bir də demək ki, sarsaqlayırlar. Gələcək demə Bakı-Ceyhan borularını vuracaq. Gəlib Azərbaycanda nəmə Zəngilanın aeroportunu vuracaq. Ondan sonra nə bilim Lahazın aeroportunu vuracaq. Görünə qələtlər eləyirlər. Vuracaqsan, görəcəksən. Azərbaycan da əlin üstə qoyacaq. Ondan sonra baxacaq güneydəkilər də və sən görmədin Norduza silah daşıyanda Azərbaycanın güneyindəkilərini ağayırdılar. Nə qaydıra biz bilirik. Sənin demək ki, o erməni yerlərinin hamısını Azərbaycan dövlətinə raport elədilər. Və onlar harada gizləniblər. Durdular, sən Azərbaycan dedilər. Sən nə deyirsən? Bu bir millətdir. Ona görə də sənin qarşısını ala bilməyəcəksən və dövlətlərimiz də icabını yerinə yetirəcək. Təşəkkür edirik Əjdər bəy. Canlı yayımızda oldunuz və baş verən hadisələrə, konkret olaraq olaylara dair fikirlərinizi bölüşdünüz. Uğurlar olsun. Sağ olun. Belə, dəyərli tamaşaçılarımız, bu saata sizə təqdim edəcəyimiz ən son dəqiqə məlumatları bunlardan ibarət idi. Yayımız yekunlaşır. Sonadək bizimlə birlikdə olan tamaşaçılarımıza və sonadək yayımızı izləyən bütün seyircilərimizə təşəkkürümüzü bildirərək